Misli Premyer Liqasında canlı yayımların keyfiyyətinin və rəngarəngliyinin artırılması istiqamətində pilot layihə reallaşdırılıb. Peşəkar Futbol Liqası 18-ci tur çərçivəsində oyunların yayımı ilə bağlı yeni efir qrafikasını sınaqdan keçirib. Layihə Beynəlxalq İnsports şirkəti və CBC Sport televiziyası ilə birgə reallaşdırılıb. İlk test oyunu Zirə Sabah matçı olub. Tətbiq edilən yeni efir qrafikası oyunun gedişində statistik məlumatların daha ətraflı və vizual formada təqdim olunmasına imkan yaradıb. Canlı yayım zamanı topa sahib olma faizi, zərbələrin sayı, hücumların istiqaməti, pressingin intensivliyi, eləcə də futbolçuların fərdi göstəriciləri real vaxt rejimində tamaşaçıların diqqətinə çatdırılıb. Ardınca pilot layihə Qarabağ-Turan qarşılaşmasında da davam etdirilib. Həmin oyunda Ağdam təmsilçisi topa nəzarətdə üstünlük nümayiş etdirərək ümumilikdə 65% göstəriciyə imza atıb, ilk hissədə isə bu rəqəm 70%-ə yüksəlib. Qarabağ maç ərzində 567 ötürmə edib və onların 85%-i dəqiq alınıb. Meydan sahibləri 8 zərbə ilə yadda qalıb, bunlardan 5-i qapı çərçivəsinə düşüb. Turan Tovuz isə daha çox yaratdığı təhlükəli epizodlarla fərqlənib. Qonaqların gözlənilən qol göstəricisi 1,83 təşkil etsə də, bu üstünlük hesabda əksini tapmayıb. Qarşılaşmada yeganə qolu 41-ci dəqiqədə Abdullah Zubir vuraraq komandasına qələbə qazandırıb. Yeni tətbiq edilən efir qrafikası digər diqqət çəkən məqamlarla da yadda qalıb. Məsələn, Zirə Sabah oyununun 39-cu dəqiqəsində Aron Maludanın topa toxunuş xəritəsi qrafika şəklində nümayiş olunub. Həmçinin oyunçular əvəzlənən zaman onların aktivlik xəritəsi də təqdim olunub. Məsələn, Qarabağ-Turan Tovuz maçında İbrahim Avacinin meydanda olduğu müddətdə qət etdiyi məsafə və meydanın hansı hissələrində mübarizə apardığı qrafika şəklində göstərilir. Bununla yanaşı, futbolçular tərəfindən ötürmələrin dəqiqliyi də efir qrafikasında öz əksini tapıb. Qarabağın yarım müdafiəçisi Marko Yankoviçin mövsüm ərzində uzun ötürmələrinin dəqiqliyi 79% qiymətləndirilib. Misli Premyer Liqasının maçlarının canlı yayımda oyunun taktiki və statistik tərəflərini daha anlaşılan, eyni zamanda vizual formada təqdim etmək pilot layihənin əsasını təşkil edib. Bu yanaşma azarkeşlərin qarşılaşmaları daha əhatəli və məlumatlı izləməsinə imkan yaradıb.